Respublikanın hər yerində olduğu kimi Salyan rayonunun Noxudlu kəndində yerləşən heyvan bazarının fəaliyyəti də müvəqqəti olaraq dayandırılıb. Epizotik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra profilaktik tədbirlər həyata keçirilir. Baş Dövlət Baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün heyvan bazarlarında fəaliyyət oktyabrın 25-dən etibarən dayandırılıb. Agentliyin regional bölmələri bu qərarın icrasını təmin etmək məqsədi ilə yerli icra hakimiyyətləri və polis orqanları ilə birgə nəzarət tədbirləri həyata keçirir. Hazırda bazar sahibləri tərəfindən ərazilərdə dezinfeksiya və deratizasiya işləri aparılır. Sağlamlaşdırma tədbirləri başa çatdıqdan sonra bazarların fəaliyyəti yenidən bərpa ediləcək. Eyni zamanda ölkəyə idxal olunan heyvanlar karantin rejiminə alınacaq, onlara klinik baxış keçiriləcək və laborator diaqnostik nümunələr götürülməklə müvafiq yoxlamalar davam etdiriləcək. Elvin Qudratov, Səmil Quliyev, bugün informasiya proqramı üçün.